Dostlar salam. Bildiğiniz kimi artıq oktyabr ayıdır və Green Card qeydiyyatı rəsmi şəkildə başlayıb. Sadəcə olaraq texniki problemlərə görə hal-hazırda qeydiyyatdan keçmək biraz çətinlik yaradır. Lakin söz veriblər ki, bu çətinliyi ən qısa zamanda aradan qaldıracaqlar. Diqqətinizə çatdırmaq istəyirəm ki, bu ildən etibarən artıq rəsmi şəkildə Green Card qeydiyyatı ödənişli olacaq. Yəni Green Carddan qeydiyyatdan keçərkən adambaşı $1 ödəniş ediləcək. Bu da daha doğrusu buna da səbəb onu göstəriblər ki, bu illər ərzində bir çox sayda insanlar Green Card qalibi olub, lakin Amerikaya yollanmayıblar və uduzanların şanslarını azaldıblar. Ona görə bu ildən etibarən ödənişlidir və hamıya uğurlar arzulayıram ilk növbədə və lotereya qeydiyyatı açılan kimi mən sizə qeydiyyatdan necə keçmək lazımdır bir-bir göstərəcəm. Zaten YouTube-da buna dair bir çox sayda videolar var. Amma yenə də mən öz növbəmdə çəkəcəm, göstərəcəm ki, daha da asanlaşsın qeydiyyatdan keçmək istəyənlər üçün. Belə də kiminsə nəsə sualı olarsa, yorumlarda verə bilər suallarını. Məmnuniyyətlə cavablandırarım.